Xoşbəxtlik məqsəddir, yoxsa yan məhsul? Hamı xoşbəxt olmaq istəyir. Amma az adam düşünür. Xoşbəxtlik doğrudanmı bir məqsəddir? Aristotel deyirdi ki, xoşbəxtlik bir hədəf deyil, düzgün yaşamağın nəticəsidir. Yəni, insan yalnız xoşbəxt olum deyə yaşayanda çox vaxt məyus olur. Çünki xoşbəxtlik arxasınca qaçdıqca qaçır. İnsan pul, uğur, atsan dalınca gedir və düşünür ki, bunlar onu xoşbəxt eləyəcək. Amma əldə eləyəndə görür ki, içindəki boşluq yenə qalır. Xoşbəxtlik daha çox məna ilə bağlıdır. İnsan faydalı olanda, sevdiyi işi görəndə, doğru bildiyi kimi yaşayanda xoşbəxtlik özü-özünə gəlib onun ayağına çıxır. Bəzən ən xoşbəxt anlar planlaşdırılmır. Səmimi bir söhbət, sakit bir an, vicdanın rahat olması və s. Bunlar məqsəd deyildi, amma xoşbəxtlik gətirdi. Ona görə də sual dəyişir. Biz xoşbəxtliyi axtarmalıyıq, yoxsa düzgün yaşamağı?